Çox adam su eşidəndə fikirləşir ki, əgər mənim gözlərim sulanırsa, deməli məndə elə mirvarı suyudur. Əslində kataraktanın simptomları, yəni ki, xəstə nə hiss edirsə, tam başqadır. Siz bu simptomları necə bilə biləcəksiniz? Əlbəttə ki, həkimsiz bunu diaqnoz qoymaq qeyri-mümkündür. Amma ev şəraitində güclü bir dəyişikliyi siz necə hiss edə bilərsiniz? Əlbəttə ki, görməyinizi gərək yoxlayasınız. Tutaq ki, müəyyən bir məsafədən 2-3 metrdən uzağa baxmalısınız. Ola bilsin kitab olsun, ola bilsin hansısa bir şəkil olsun. Əvvəlcə bir gözü bağlayıb, sınaqdan keçin, necə görürsünüz? Sonra o bir gözü bağlayıb, müqayisə edin, necə görürsünüz? Əgər bir o birisindən dumanlı görürsə və ikisi də əvvələ baxanda dumanlı görürsə, çox güman ki, sizdə hansısa bir xəstəlik var. Statistikaya əsaslansaq, tez-tez rastlaşan xəstəlik məhz mirvarı suyu ya kataraktadır.